Motivasiya dəftərimlə dəyişən həyatım. Duyğularımı necə yazıya çevirdim? Hello şəkərim. Səni kanalımda görməyimə çox şad oldum. Keçən videolarda həyatımı dəyişən 3 dəftər mövzusunda motive günlüyüm haqqında ayrıca bir video çəkəcəyimi demişdim. Bugün o gündür. Həyatımı dəyişən 3 dəftər videomu da açıqlamaya və şərh bölməsinə qeyd edəcəm. Ona da baxmağını tövsiyə edərəm. Unutma, motivasiya videolarda və ya insanların dilinin ucunda deyil. Motivasiya sənin içində, tam olaraq içində olanı görməlisən. Sadəcə biz onu bəzən görmürük, hətta görsək də görməzdən gəlik. Onun üçün belə bir problemlə yaşayırıq. Nəysə, uzun sözün qısası mənim şirinim, şəkərim. Mövzusu gedən o dəftərim budur. Bəli, rəngi kimi mövzusu da çox gözəldir. Bugün mən sizə bu dəftəri necə tutmuşam, bu dəftərin içində nələr eləyirəm, necə dizayn eləyirəm, sənin öz tərzini bu dəftərə necə yansıda bilərsən, bununla bağlı bir çox fikirlər verəcəm. Eyni zamanda öz hekayəmlə və içində etdiyim şeylərdən danışacağım. Məsələn, yazmaq istəməyəndə nə edirəm və ya motivasiyam olmayanda nə edirəm, özümü pis hiss edəndə nə edirəm, hər şey bunun içindədir. Və bugün bəlkə ola bilsin ki, özümü tam olaraq hazır hiss edəsəm, buradan bir-iki cümlə sizə bir şeylər oxuyacağam. Başlayaq. Deməli, mən bunu hardasa bir neçə ay əvvəl kəşf eləmişəm və həqiqətən bir neçə ay içində belə mənə o qədər ruhsal dəyişiklik yaradır ki, yəni çox fərqli hiss edirəm əvvəlkindən özümü. Yəni əvvəl bu şəkildə deyildi heç nə düşüncələrim, nə hisslərim. Bu mənə çox rahatlıq hissi verir. Bu dəftər seçimidir, dizaynları ilə bağlıdır. Sizə o qədər çox fikir verəcəm ki, tövsiyələr edəcəm ki, yəni həqiqətən öz tərzinizi yansıdacaqsınız. Çünki bu məqsəd bu dəftəri tutmaq deyil. Məqsəd öz tərzini bu dəftərə yansıtmaq və bu dəftəri özündən bir parça olaraq görməkdir. Məsələn, bunu bir dəftər, bir yazı yazmaq kimi görmə. Sən bunu öz tərzinə uyğunlaşdıracaqsan, dizaynlarınla. Sonra oturub onu özünlə danışırmış kimi yazacaqsan. Nəysə, gəl başlayaq. Başlayaq, nə bilmək olur ki, bəlkə də bu videodan sonra sən də başlayacaqsan bu dəftəri yazmağa. Bəlkə bu video əslində sənin içindəki o dəyərli ruhla təkrar belə bir ünsiyyətə keçməyinizdir. Özümüzdən qaçmayaq. Daha çox özümüzlə baş-başa qalmaq istəyək. Yəni, insanlarla baş-başa qalmaqdan, insanlara vaxt ayırmaqdan daha çox özünə zaman ayır, öz ruhunu kəşf eləməyə çalış. Yəni, bunu elədiyin anda hər şey çox fərqli olacaq. Həyatında da, düşüncələrində. Nəysə, çox uzatmadan dəftər seçimi və ad mövzusuna gələk. Bilirəm, çoxumuz bu tərz şeylər eləmək istəyirik. Sadəcə insanın hər zaman beyni bir bəhanə yükləyir. Dəftərim yoxdur, hal-hazırda büdcə yoxdur dəftər almağa, vaxtım yoxdur, ona vaxt ayıra bilməyəcəm, dizaynı xoşuma gəlmədi və s. və s. və s. Yəni, inan mənə, dəftərin qapağı önəmli deyil, onun içinə yazdıqların önəmlidir. Onun içinə yazdıqların sənin həyatını dəyişəcək, ruhuna toxunacaq. Yəni, onun üzəri sadəcə görüntü üçündür, o da motivasiya üçündür. Yəni, insanlıq və hər zaman elədiyimiz ən xırda şeydə belə bir motivasiya axtarır. Yəni, bu sözü həmişə demişəm, həmişə də deyəcəm. Motivasiya videolarda deyil, içindədir. Bax, o içindəki sənə toxunduğun an, sən yəni həyatdan motivasiya almağı biləcəksən. O günün doğuşu belə sənin üçün sən necə bir motivasiya olacaq. Bugün də günəş doğdu, bugün də mən bu günəşi gördüm. Bax, günəş nə gözəl ətrafa işıq saçır, necə gözəlləşir hava. Yəni, bunlar belə insan üçün bir motivasiya halına gəlir. Amma yox, xoşbəxtliyi, motivasiyanı ətrafda axtardıqca o motivasiya səndən qaçmır, ha. Yəni, tam olaraq sənə gəlir, amma müəyyən müddətlik gəlir. 5 dəqiqəlik, 10 dəqiqəlik, 1 saatlıq, 2 saatlıq gəlir. Yəni, fikir verirsiniz, həmişə bir motivasiya axtaranda giririk, yazırıq motivasiya videoları. Hey, eşidirsən məni? Ayağa qalx və işlə. Gələcəyin üçün savaş. Bu tərz şeylərə baxırıq, eləməyim bunu. Bu həqiqətən sadəcə bir müddətlikdir. Və o videonu dayandırdığımızdan heç nə yaxşı sabah eləyəcəm, sabahdan başlayacam deyirik. Yəni, bunu eləyirik də, ona görə belə şeylərə önəm verməyin. Gedirsən, hardan alırsan, kimin əlindən tutub alırsan, nə edirsən elə, bir dənə dəftər. Evdə olan dəftərlərindən belə elə, yəni heç bir fərqi yoxdur, heç bir önəmi yox. Hətta sənə bir ipucu verim. Nazik dəftər al. Məsələn, görürsən, bu qalındır da, sən daha incə dəftər al. 20-40 vərəqli dəftərlər olur, deyil, nazik. Bax, onların görünüşləri falan da çox fərqli olur, qəşəng dizaynlar falan olur, adam belə həvəslənir. O dərd bir nazik dəftər al. Niyə sırf nazik desən, bu sənə həqiqətən disiplin verəcək. Məsələn, o dəftəri tamamlamaq çox qısa zaman alacaq.
Və sən o dəftəri tamamlayacaqsan, fikirləşəcəksən ki, ayda bir dəftər doldurmuşam. Onun ikincisini, üçüncüsünü, dördüncüsünü, beşincisini eləmək sənin üçün artıq zövq məsələsinə keçəcək. Çünki sən onu məsələn kənardan baxanda, orada mən məsələn 100 vərəq tamamlamışam deməyəcəksən də, tutaq ki. Deyəsən ki, 4 dənə, 10 dənə, nə bilim 20 dənə, 30 dənə dəftər tamamlamışam deyəcəksən, başa düşdün? Amma məsələn bunu tamamlamaq biraz uzun vaxt alır axı və biz insanlar ümumiyyətlə uzun vaxtı sevmirik. Biz biraz tez nəticə görmək istəyirik. Onun verdiyi həzzi tez almaq istəyirik. Ona görə o bir balaca sənə motivasiya verə bilər. Yəni bunu dəyərləndirə bilərsən. Yox, mən hər dəqiqə gedib dəftərə pul vermək istəmirəm deyirsənsə, al belə bir şey. Davam. Qaldı ki, ad mövzusuna. Ad mövzusunda da yenə dediyim kimi motivə günlük də qoya bilərsən. Mənim adıma gələn kreativ şey adı bu idi deyə bunu eləmişdim. Sənin özün üçün nəsə özünə aid, nəsə belə xüsusiləşdirmək istədiyin bir şey varsa, yəni onu da qoya bilərsən. Tamamilə sənə aid bir şeydir. Dəftərimizi və adını seçdik. Keçək növbəti mövzuya. Demək, dizayndan sizə bir neçə vərəq göstərmək istəyirəm özümün elədiyimi və sizə bir neçə başqa fikirlər də verəcəm. Sırf dizayn belə eləmək istəməyəcəksinizsə. Bu tərz bir dizayn eləmişdim. Belə rəngarəng bir dizayn eləmişdim. Çox qəşəngdir. Yəni baxdıqca içim isinir. Çox xoşum gəlir bu tür şeylər eləməkdən belədir. Yəni bilirsiniz, burada yəni tamamilə öz istəyinizə uyğun tərzdə dizaynlar eləməlisiniz də. Məsələn, sırf bu dizayn fikirləri hardan tapmısan desən, yəni bu ağlıma gələn bir şey deyil də. Pinterest'i bilirsiniz yəqin ki. Pinterest'də bullet journal. O tərz şeylər yazırsan, bu tərz milyon dənə fikir gəlir və hətta necə çəkildiyi belə gəlir. Yox abla, beni uğraşdırma deyirsənsə, stiker də əlavə edə bilərsən ki, mən digər dəftərlərimin çoxunluğunu elə istifadə edirəm. Planlamadır və ya şükür dəftərim var bilirsiniz. Onda da stikerlərdən istifadə edirəm. Orada da çox maraqlı olur. Məsələn, bir müddət belə çəkdim, sonra gördüm ki, yox da, yəni bu biraz vaxt alır və adamın hər dəfə həvəsi olmur belə şeylərimə. Amma stikerlər elə deyil, stiker rəngarəng, fərqli, bol çeşidli və vaxt da almır da səndən. Çıxardırsan, yapışdırırsan, qalır orada qəşəngdə görüntüsü. Ona görə məsələn stikerlər də ala bilərsən, bu şəkildə qələmlə də özün çəkib, özün rəngləyə bilərsən. Nələr yazıram? Mən bunun içinə indiyə qədər qazandığım uğurları yazıram. Məsələn, ən xırdasından ən böyüyünə qədər. Məsələn, deyək ki, vaxt var idi, kimsə o çöpü oradan götürüb ora qoya bilmədi, amma mən götürüb qoymuşdum. Ona qədər yazıram. O qədər gözünə əhəmiyyətsiz görünən hər şeyi yazıram. Gözünə çox böyük görünən şeylər də yazıram. Yəni hər şeyi yazıram. İndiyə qədər qazandığım bütün maddi, mənəvi uğurlarımın hamısını yazıram. Bilirsiniz necə? Biz sadəcə məsələn universitetə qəbul olur. Deyirsən ki, afərin necə gözəl, deyir hamı qəbul olurdan olsun, mən filan yer istəyirdim. Aşkım, elə bir şey düşünmədən necə yəni hamı qəbul ola bilərdi? Yəni elə bir şey yoxdur. Milyon nəfərin niyə bilmədiyi o qədər şey var ki, o qədər şey var. Yəni belə şeyləri küçümsəməyin. Səsin bir balaca gözəldir. Hətta deyən ki, mənim səsim gözəldir. Səsi gözəl olmayan o qədər adam var. Burada bir dənə mahnı oxusam, yəni yəni ki, oxuyuram, yox oxumuram. Çünki yəni o deyil səsim. Yəni bu hər şeyə aid. Özündə yaxşı bildiyin hər şeyi bu dəftərə həqiqətən çox səmimi şəkildə yazırsan. Eyni zamanda məni xoşbəxt edəcək şeylər yazıram. Cümlələr, sözlər və s. Yəni nə düşünürsənsə, nə istəyirsənsə, səni xoşbəxt edən nədirsə. Məsələn, biri sənə çox gözəlsən desə, ay falan, çox sevinərsən, çox motivasiya olar sənə və ya nə bilim, nə eşitsən birindən, bir başqasından, kənardan ən sadəsi, məsələn, atanla, ananla və ya qarşı cinsdən və ya rəfiqələrindən hansı cümləni eşitsən, özünü çox yaxşı hiss eləyərsən. Bax, bunu yaz. Bunu yazdıqca insanların o saxta, o mənfəət qarşılığında dediyi o xoş sözlər sənə artıq inandırıcı gəlməyəcək. Yəni, burada məqsədimiz özümüzü ruhsuz eləyib, heç kimin heç bir sözünə inanmamaq deyil. Sadəcə olaraq, sən artıq bir yerdən sonra yəni onları görüb, onları o sözləri eşitməmək sənin üçün əhəmiyyətli olmayacaq. Məsələn, milyon dənə qızlarımız var ki, bir xoş söz eşitsin deyə, yəni o qədər şeylər eləyir. Amma bu tərz özünə dönüb, özün öz içindəki o sevgini tamamlasan, artıq heç kimin o sevgini tamamlamağına ehtiyac duymayacaqsan. Ona görə qarşındakı hər insanı seçib həyatına almayacaqsan, çox seçici olacaqsan. Mövzudur.
budur. Yəni bu elədiyimiz hər şeyin əslində psixoloji olaraq bizi düzəldir. Xəbərimiz yoxdur, amma düşüncə tərzimiz get-gedə dəyişir. Məsələn, artıq özümüz öz sevgimizi həqiqətən fərqindəyik və bizə heç kimin sevgisi ehtiyac deyil. Və get-gedə sən artıq gic-gic insanlarla münasibət yaşamırsan. Gördün, düşüncən dəyişdi, özünün fərqində oldun və artıq həyatın da dəyişdi. Ətrafında çox axmaq insan qalmadı. Demək istədiyim budur. Buna görə burada elədiyiniz heç nəyi küçümsəməyin. Yox, mən onu yaza bilmərəm. Mənə saxta gəlir deyə düşünəcəksən. Yəni mən də düşünürdüm. Yəni həqiqətən bu insan bunu hiss eləyir. Sadəcə dediyim kimi biz özümüzü sevməyi, həqiqətən bu həyatdan payımızın, bərabərimizin olmadığını bilmirik, fərqində deyilik. Ona görə belə şeylərdən çəkinirik. Yox, onun fərqində olsaq, yəni belə şeylər bizə heç problem kimi gəlmir. Rahatlıqla, yəni insanlara o qədər xoş söz dediyimiz kimi rahatlıqla özümüzə də deyərik onu. Yəni sadəcə məqsədimiz burada özümüzün içimizdə olan bəzi əskiləri tamamlamaqdır. Bütün bunları öncədən məsələn nə yazacaqsan, nələrdən yazacaqsan, məsələn də deyək ki, nə bilim, yadıma düşdü ki, 5 yaşında uşaq idim. Deyək ki, o yerdən ağır bir vedrəni, o vedrəni məsələn aparıb ora qoymuşdum və baban sən demiş, halaldır səndən falan, yəni sən bunu necə elədin? Bunu belə yaz. O içindəki o uşağa şəfqətli davran, həqiqətən. Yəni biz ən çox özümüzə acımasız davranırıq. Yəni bilirsiniz maraqlısı nədir? Yəni bunu mən dedim bu dəqiqə ağlınıza heç nə gəlməyəcək. Oturub yazmağa başlayanda belə heç nə gəlməyəcək ağlınıza. Yəni ilk başlarda düşünəcəksiniz. Ay nə yazmaq mən? Ağlıma heç nə gəlmir. Yəni bax bu tərz bir döngüyə girəcəksiniz, də başa düşdünüz? Amma sonra yavaş-yavaş falan vaxtı falan elə bir şey eləmişdim. Doğrudan bunu mən belə eləmişdim. Bunun səbəbkarı mən idim. Mən olmasaydım bu belə olmayacaqdı. Falan şeyi heç bir təhsilim, heç bir məlumatım olmadan mən düzəltmişdim, mən eləmişdim deyə düşünməyə başlayacaqsınız. Yəni bilirsiniz mövzu nədir? Bir insan, yəni bu yaşına qədər, yəni həqiqətən həyatda çox uğuru olmadan yaşaya bilməz. Yəni bu məntiqə uymur. Yəni o qədər xırda belə olsa uğurlarımız var ki, sadəcə onlar beynimizin arxasında o qədər itib batır. Yəni artıq xatırlamırıq. Amma bunu düşündükcə baxacaqsan ki, orada nələrsə oynayır. Orada artıq nələrsə özünü üzə çıxardır. Falan şey eləmişdi. O yadında da o elə olmuşdu. Məsələn, ətraf tərəfindən o qədər məruz qalırıq ki, ay nə bilim eləyə bilmədin, ay nə bilim nə. Yəni o qədər öz güvənimiz zədələnir ki. Yəni bunu toparlamalıyıq. Yəni onlar gəlib bizə kömək eləməyəcək. Onlar yıxmaqla məşğuldur çoxunluqla. Biz özümüzü toparlamalıyıq. Ona görə bunu başda, bu gündən etibarən başda. Heç yazmasan belə, yəni ən azından bax bir şey xahiş edirəm. Bu dəftərə heç başlamır. Ümumiyyətlə başlamaq fikrin yoxdur. Çox xahiş edirəm, hər gün bu tərz mövzunu tez-tez özünə xatırla. İndiyə qədər bacardığım şeylər nələr idi? Yəni ən azından bunu özünə xatırla. Yazma, eləmə, dəftər alma, stiker dalına düşmə, heç bir önəmi yoxdur. Sadəcə bunu düşün. Keçək növbəti mövzuna. İlk başlarda çox mükəmməliyyətçi yanaşırdım, qüsursuz olmasına yanaşırdım. Hətta gördüyünüz dizaynlardan ilk bir neçə səhifəni çox qəşəng dizaynlar eləməyə çalışmışam öz aləmimdə. Nəysə. Sonradan özümə düşdü. Ya çalışırdım ki, heç bir səhvim olmasın, bütün yazdıqlarım eyni ölçüdə olsun. Məsələn, həmişə bir vərəq yazım, həmişə nə bilim 2 vərəq yazım. Yəni bu cür özümü bir çərçivəyə salırdım da, başa düşdü. Sonra öz-özümə dedim ki, yəni bura sənin yerində, bura sənin daxili dünyandır. Sən özünü niyə məcbur edirsən ki, belə bir şey eləməyə? Yəni tamamilə özün ol. Yəni ondan sonra başladım, tamamilə özüm kimi oldum. Yəni yeri gəlirdi 3 vərəq yazırdım, yeri gəlir məsələn bir kəlmə, yorğunam. Yazır. Yəni onu belə olsa yazıram. Yəni yorğunam, bugün yorğunam. Məsələn, bəzilərinin başlığında görə bilirsən ki, yazmışam ki, çox yorğunam, heç bir şeyə həvəsim yoxdur, sadəcə yazmaq istəyirəm. Deyib da ora nələr yazmamışam. Ağlıma gələn hər şeydə yəni. Yəni o qədər bir-birindən dəxilsiz mövzular, dəxilsiz şeylər, yəni hər şeyi yazmışam da. Yəni mövzu deyil ki, onun bir-biri ilə əlaqəsi olsun. Yəni tamamilə bir-birimdən bağımsız hər şeyi yazıram ora və o mənə çox gözəl təsir edir. Yəni öz ruhumla baş-başa qalmış kimi rahat hiss edirəm. Yəni orada məni qınayan, orada məni yargılayan, orada mənim səhvimi, düzümü axtaran, nə bilim, orada mənim hisslərimi sorğulayan heç kim yoxdur. Çünki bilirəm ki, bunu sadəcə mən
oxuyuram. Bəli, bəzən də aramızda ola bilər ki, müəyyən bir yaş kateqoriyası deyir ki, hə mən onu yazacağam, anam onu axtaracaq, tapacaq, oxuyacaq, elə gizlim qalmayıb, nə bilim, nə bu tərz yaşantılar da var. Amma bilirsən, onu bizim valideynlər başqa cür öyrənib. Sanki hər şeyi idarə eləməklə qoruya biləcəklərini düşünürlər. Yəni o sadəcə bir analıq içgüdüsü ilə sənin əslində öz daxili dünyanda nələr yaşadığını öyrənmək istəyir. Yəni səni hər hansısa bir maneədən, problemdən qorumaq çalışırmış kimi o şeyləri eləyir, amma düzgün eləmir də. Bəli, burada okeyəm səninlə, amma mümkündürsə gizlə, çox yaxşı bir yerdə gizlə və ya nə bilim, nəsə elə. Və ya telefonunda yaz, amma sırf yaz da, hər gün 5 dəqiqə, 10 dəqiqə özünlə baş-başa qalıb yaz. Yəni kağız qələm çox tövsiyə edirəm. Ən çox onu tövsiyə edirəm. Hətta bilirsən neyinə? Yəni yox, mənim hər şeyimi gəlib qurcalayacaqlar, mən özüm yaxşı hiss eləməyəcəm deyirsənsə, götür bir kağız, bir qələm, otur orada yaz. Yaz, apar yandır, cır, at, nə bilim, neynirsən elə, yəni məhv elə, amma tək ki yaz. İndi keçək növbəti mövzumuza. Ən mühüm mövzularımızdan biri yazmaq istəməyəndə neynirəm? Deməli, bunu indidən düşünmək çox vacibdir, çünki bu bizim başımıza gələcək. Qaçınılmaz bir şeydir bu. Bu bizim başımıza gələcək. Ona görə həmin günü açırsan dəftəri, oturursan bir kənarda, sakit bir yerdə, özünə qarşı acımasız olmadan o yazdıqlarını, indiyə qədər yazdıqlarını oxuyursan. Sözün əsl mənasında özünü xatırlatmalısan. Başa düşdün? Bəli, sənin kim olduğunu yalnız sən xatırlada bilərsən. Çünki sənin kim olduğunu həqiqətən tam olaraq sadəcə sən bilirsən. Başqa heç kim bilmir. Biri bizə bir mənfi bir şey bildirəndə öz dəyərimizi onunla ölçürük. Amma unutma ki, onlar sənin içindəki səni heç vaxt tanıyıb, heç vaxt bilə bilməz. Yəni sən milyon mövzuda düz olarsan, bir mövzuda səhv olarsan, durub sənə 1000 nəfər deyəndə ki, sən səhvsən, özünü dəyərsiz hiss eləməməlisən. Çünki sən geridə qalan 1000 mövzuda düz olduğunu bilirsən. İlk başlarda deyəcəksən ki, bu nə deyim? Məsələn, bu nə düşüncələrdir? Əsəbləşəcəksən. Çünki dediyim kimi biz ən çox özümüzə kobud ola bilirik. Ən rahat özümüzü incidə bilirik. İlk başlarda deyəcəksən ki, çox süni gəlir, heç ətim töküldü falan da, yəni. Bu şəkildə deyəcəksən, inan mənə. Məndə də oldu. Sadəcə bir neçə dəfə eləyəndən sonra artıq o düşüncə gedir, o düşüncə itir səndən. Artıq normalda keyfinin yaxşı olduğu dönəmlərdə belə başlayacaqsan oxumağa, ürəyin istəyəcək, açıb oxuyacaqsan. Əhvalın pis olduğu üçün bu nədir falan deməyin normaldır, amma real deyil. Sadə bir şeydən götür. Ən çox istədiyimiz bir insan bir şey eləyəndə ona əsəbləşir. Artıq o bizim üçün pisdir, bəlkə kimi yaxşı deyil. Amma o qədər çox istəyirdin axı ona, nə oldu? Yəni ona qarşı o hissin keçəndən sonra dərhal yenə əvvəlki kimi çox istəyəcəksən. Bəzən məsələn buraxmaq istəyəcəksən. Yəni bunu hər an yaz deyə bir şey yoxdur, amma hər gün yazsan həqiqətən çox faydası olar. Sadəcə bilirsən necə bir şey olsun, hər gün yazmayacaqsansa belə. Bil ki, burada belə bir dostun var. Yəni sən dara düşdüyün, keyfinin olmadığı istənilən anda gəlib buradan nələrsə yazacaq. Deməli, indi sizə günlüyümdən bir neçə sətr oxuyacağam. Yavaş-yavaş da irəliləyən videolarda bəlkə yeni oxuyaram. Amma hələ ki yavaş-yavaş, birdən-birə bu qədər deməli çıxış eləyib Mələk İbrahim. Deməli, birini seçirik. Deməli, 25-i 2-ci ay 2025. Özümlə qürur duyuram. Bugün etdiklərim, öyrəndiklərim çox böyük və faydalı idi. Öyrənə bilməyəcəm, başa düşmürəm dediyim hər şeyi öyrəndim və öyrənəcəm. Çünki mən həqiqətən nə istədiyini və istədiyi hər şeyi əldə edə bilən bir insanam. Bunun üçün özümə təşəkkür edirəm və davam edəcəm. İllər əvvəl özümə qatdığım bu qədər fərqindəliyi indi YouTube kanalım üçün hazırlamağı seçmişəm. Bəli, mən bunu eləyəcəm və burada uğurda qazanacağam. Özümə inanıram. Hər kəsdən çox özümə inanıram. Ay! Nəysə, bu tarz bir şey yazmışam. O vaxtlarda başlayırdım. Artıq YouTube-la bağlı fikirlərimi dəqiqləşdirmişdim. Bu şəkildə davam edirdim, yəni yolumda. İndi də sizə videoları paylaşıram artıq tam olaraq. Bəli. Nə bilirsən, bir ildən sonra bu videodan bir edit də eləyərəm. Nə bilim, 20 min, 10 min, 100 min
abunə ilə düzdür, ola bilər, niyə də olmaz. Nəysə, bugünlük bu qədər. Ümid edirəm ki, bu video sənə işıq tutar. Yəni həqiqətən həyatında bir şeylər dəyişər. Ən azından günlük həyatında artıq düşüncə tərzini dəyişər. Mən sənin ruhuna toxunmaq istəyirəm. Mən sənin həyatında düşüncəndə bir balaca da olsa dəyişdirmək istəyirəm. Bura qədər videomu izlədinsə, çox təşəkkür edirəm sənə. Hər şeydən əvvəl özün üçün nələrsə qazanmaq istəyirsən və bunun üçün nələrsə araşdırıb tapıb bunun üçün vaxt ayırırsan. Kanalıma abunə olmağı unutma. Öpdüm. Hələlik.